şairlərimizə toy qismət olsun. Bəhmən Vətənoğlu Kəlbəcərdən qaçqın gəlir Gəncəyə. Gəncədə gəlir məktəbin bir dənə boş otağına yığışır. Bunu yandırmağa, yeməyə, içməyə heç nə olmur. Bunun həyatda çox möhkəm bir dostu olur. Kimdir? Allah rəhmət eləsin. Rəhmətli şair Zəlimxan Yağub. Çox gözlü, bundan hayhara gəldir. Deyir, ay Zəlimxan, belə qardaşlıq olmaz, belə dostluq olmaz. Qalıbsan Bakıda, şəhərin mərkəzində yeyib içsən, qışın şaxtalı havasında, soyuq havasında qalmışam, qaçqın bir adamım. Qalmışam məktəbin boş otağında, mənim heç neyim yoxdur, mən heç səndən bunu gözləmirdim, ricə-ricədir, mənim deməyə heç xeyri yoxdur. Mən deməmək istəməkdən sən bunu eləməliyim. Başlayır şehrini yazır, şair Zəlimxan Yağuban deyir, ay Zəlimxan, yaman kövrək olmuşam. Ay Zəlimxan, yaman kövrək olmuşam. Səhər-səhər mehd edər xətrimə. Bezişmişəm suların səsindən, çəməndikdə şehd edər xətrimə. Neçə dəfə alovlanıb sönmüşəm. Ucalıqdan qocalığa emmişəm. Qəlbi kövrək bir uşağa dönmüşəm. Ehdə deyil, behdə deyil xətrimə. Bəhmənəm, olmuşam quruca bir səs. Daha heç şeyə qalmayıb həvəs. Sabir gətirirsə yanına bir kəs. Cübbə deyil, təşdə deyil xətrimə. Allah hər iki şairimizə rəhmət eləsin. Azərbaycanımızın ən güclü və dəyərli şairlərindən olur. Şair Zəlimxan özü gəlməmişdən dostunu götürür yazır. Bəhmən, hədələrdən qorunmaq üçün yararı yoxdursa yaraq göndərim. Dərdini deməyə dərd bilən qələm, şəhərini yazmağa varaq göndərim. Qoşun bir özünü fikləmə qardaş. Ürəci bu bədər yükləmə qardaş. Gəlməyəm istə kökləmə qardaş. Lazımsa eşkimi dayaq göndərim. Dosta baxın. Cam olun içməyə camın yoxdursa, tam olun dadmağa tamın yoxdursa, gecə yandırmağa şamın yoxdursa, bu iki gözümü çıraq göndərim. Ellənən doğmadır şairin səsi, mən necə sevməyim el sevən kəsi, qapını geniş açsa əybiyəsi, şair Zəlimxanı qonaq göndərim. Allah hər iki şairlərini zəhmət eləsin.